Salam uşaqlar. Deməli, bu günləri sizə izah edəcəm 17 mart 2024. Ümumiyyətlə 2024-cü ilin 9-cu sinif buraxılış suallarını. Riyaziyyatları təbii ki. Deməli, yoldaşlar, birinci sualdan başlayaq. Nöqtələrdən neçəsi A düz xəttinə aid deyil? Uşaqlara aid olmaq üçün var, bilirsiniz. Düz xəttin üzərində olan və üzərində olmayan nöqtələr var. Yəni, ona aid olan və aid olmayan nöqtələr var. Görsəz, burada FPM düz xəttin üzərindədir, ona aiddir. C, D, Y, K aid deyil. Ona görə cavabımız olacaq uşaqlar D variantı. İkinci sualda 5ax kvadrat çıxılsın 20a ifadəsini vuruqlara ayırın. Uşaqlar, 20a-nı 5a vuraq 4 kimi yaza bilərik də, doğru mu? Baxın, burada hər ikisində 5a görürəm. Çıxardıram mötərizə xaricinə. Birincidə qalacaqdır 5a, ikincidə qalacaq x kvadrat minus 4. 5a-nı saxlayıram. X kvadrat minus 4, x'in kvadratı çıx 2'nin kvadratı yaza bilərəmmi? O zaman x minus 2, x plus 2 edir. Nəyə əsasən? Müxtəsər vurma düsturumuz. A kvadrat çıx b kvadrat bizə bir də fərqi, bir dəfə cəmini verirdi. Ona görə doğru cavabımız olacaqdır Y variantı. Üçüncü sual. Üçbucağın daxili və xarici bucaqları deyil. Belə bir üçbucaq çəkək. Üçbucağın daxili və daxili bucaqlarından biri 44. Bax ki, bura 44 uşaqlar. Xarici bucaqlarından biri 138-dir. Onun ən kiçik daxili bucağını tapın. 44-ün qonşusu uşaqlar, üzr sayın, 44 daxili bucaqdır. 138-in qonşusu, 180-dən 138 çıxıram, 42. Üçüncü bucağı tapmaq üçün bu ikisini toplayıb 180-dən çıxacam. 180-dən çıxırıq deməli, 138-dən 44 də çıxa bilərdi, Zeyn cavab edir. 180-dən 86-nı çıxaq uşaqlar, eləyəcək 94 dərəcə. Təbii ki, şəkil düzgün deyil. Üçbucağın ən kiçik daxili bucağı da 42 eləyəcəkdir. Doğru cavab A variantı. Ya da 138-dən 44 çıxıb tapa bilərdiniz. Dördüncü sual. Deməli deyir ki, 5 kök 6 2 çıxılsın 2 kök 6 3-ün kvadratı plus 20 kök 6'ın 6 ifadəsini sadələşdirin. Uşaqlar, bunu bilirik ki, bu düstura görə yaza bilərik. A çıxılsın B-nin kvadratı A kvadrat çıx 2AB üstə gəl B kvadratı verir. Yəni, birincinin kvadratı. Çıxılsın 2 vuraq bunların hasili. Üstə gəl ikincinin kvadratı. Üstə gəl 20 kök 6'ında 6. Birincinin kvadratı 5'in kvadratı 25 kök 6 2'nin kvadratı 2 eləyir 50. 5, 2, 2 vuranda eləyir 20. Kök 6 2'ni kök 6 6 3'ə vuranda kök 6 6 eləyir. Üstə gəl 2 kök 6 3'ün kvadratda 4 vur 3 12 eləyir. Üstə gəl 20 kök 6 6. Bunlar gedir. 50 ilə 12'ni toplayanda 62 eləyəcək. Doğru cavab olur Bakı. B variantı yəni. Sonra gələk bura uşaqlar. 5-ci sualda nə deyir? Deyir ki, deməli 4 üzərinə gəlsin 1 çıxılsın 3x böl 5 bərabərdir mənfi x minus 5 böl 2. Uşaqlar, ortaq məxrəci də gətirə bilərsiniz bu tənliyi həll etmək üçün, ya da məxrəcdən azad olmaq üçün biz deməli 5 ilə 2-yə ortaq məxrəc tapırıq, əksov 10 eləyir. Verilmiş ifadənin hər bir həddini ona vururam. Bu eləyir 40, bununla bu ixtisar gedir 2, vururam içəri 2 çıxılsın 6x, bununla bu gedir 5, vururam içəri 5x əksi mənfi 5x, mənfi 25 əksi müsbət 25 eləyəcək. 42 çıxılsın 6x bərabərdir mənfi 5x plus 25. Bunu göndərək bu tərəfə. Mənfi 6x üzərinə gəl 5x bərabərdir. Bunu göndərək bu tərəfə 25 çıx 42. Mənfi x mənfi 17-yə, x nəyə bərabərdir? 17-yə. Doğru cavab olacaq uşaqlar. A variantı. 6-cı sual. Ədədlərdən neçəsi təkdir? 55 təkdir uşaqlar. 63 təkdir. 303 təkdir, bir də 399 təkdir. 4 dənəsi eləyəcək, o da C variantı. Tək ədədlər bilirik ki, sonu 1, 3, 5, 7, 9 ilə bitənlərdir. Cüt ədədlər isə sonu 0, 2, 4, 6, 8 rəqəmləri ilə bitənlərdir. 7-ci sual. Deyir ki, x kvadrat üstə gəl 6x plus 12 neçə həqiqi kökü var? Bilirik ki, tənliyin həqiqi köklərini həll eləmədən tapmaq olar. Necə? Diskriminantla. Əgər diskriminant böyüksə 0-dan 2 müxtəlif kökü var. Diskriminant bərabərdirsə 0-a 2 bərabər və yaxud da deyirik ki, yeganə həlli var. Diskriminant kiçikdirsə 0-dan həqiqi kökü yoxdur. Diskriminantına baxaq.
Diskriminantın düsturu b kvadrat minus 4ac-dir. A-mız, yəni x kvadratının əmsalı 1, b-miz 6, c-miz 12-dir. Olacaq. 6-nın kvadratı 4 vuraq, 1 vuraq 12, 36 çıx 48, mənfi 12 edir. Diskriminant mənfidirsə, deməli həqiqi kökü yoxdur, o da B variantı. Gələk 8-ə. 8-ci sualdan əvvəlki sınaqlarda da var idi, Vüsət Əzizovda da var uşaqlar. Arif və Günay sayları uyğun olan 2-3 ədədlərlə düz mütənasib olmaqla bölüşdürdülər kürəciyi. Deməli, 2-3 ədədlərlə mütənasib bölüblər 2x, 3x. Günaya Arifdən 10 kürəcik çox düşübdür. Yəni, aralarındakı fərq 10-dur da. 3x-la 2x-in fərqi 10-a, x uşaqlar 10-a bərabərdir. Deməli, birində 20, digərində 30 kürəcik var. Ümumi neçə kürəcik var? 20 plus 30, 50 kürəcik var. Doğru cavab olur B variantı yoldaşlar. 9-cu suala baxaq. 4a kvadrat B böləcək. Bölünsün uşaqlar. Bölmə əməlindən sonraki kəsir bilirik ki, tərs çevrilir və vurma olur. İndi gəlin baxaq. C-lər ixtisar gedir. B-lər gedir. A kvadratlar gedir. Qalır burada 4. Burada qalır 4C. Olacaq 16C. Doğru cavab olacaq uşaqlar C variantı. 10-cu sualda BAC bucağı 40 dərəcədir, BC qövsü nə qədərdir? Təpəsi çevrənin üzərində olduğu üçün bu çevrə daxilinə çəkilmiş bucaqdır. Çevrə daxilinə çəkilmiş bucaq sökənli qövsün yarısıdır. Yarısı 40-dırsa, deməli özü 80 dərəcədir yoldaşlar. O da olacaq D variantı. 11-ci sual əvvəlkində də var idi uşaqlar ki, 2022-də ya da 2023-də var idi. Deməli yazıbdır ki, yanvar ayında satılmış skayner. Baxın, yaxınlaşdıram. Kərpic formasında olan yanvar ayındakı satılanlardır. Yanvar ayında uşaqlar 40 skayner satılıb. Və printerlər. Yanvar ayında uşaqlar, baxın, 20 printer satılıb. Toplamda 60 printer satılıb. Cəmi fevral ayında satılmış mouse. Fevralda satılan mouselar, bax, ilk 40-ı yanvarda satılıb. 40-dan 100-ə satılıbdır fevralda. Yəni, ümumilikdə 2 ayda 100 satış olubdur. 40-ı yanvar ayında olub, 100-dən 40 çıxıram, 60-ı fevral ayında olub. Deyir, notebookların cəmi. Notebookda eyni qaydada. İlk 10 notebook yanvarda, 10-dan 50-yə qədər satış olubdur fevralda. Deməli, 40-da buradan eləyir. Toplamımız 100 eləyir. Deyir ki, bu 160-ın neçə faizidir? 60 bölək 100 vurulsun 100. Bunlar gedir 60%. O da C variantı. 12-ci sual yoldaşlar. Əkobun uşaqlar əboba hasili eyni ədədlərdə. Həmin ədədlərin hasilini verir. Əkobun eyni ədədlərdə, yəni 60 və 80-də hər ikisi. Əboba nisbəti isə C-ni verir. 60 ilə 80-i sadə vuruqlara ayırsanız 2, 2, 3, 5, 80-də 2, 2, 2, 2, 5-dir. Ortaqlar 2, 2, 5-dir. Ortaq olmayanlar 2, 2, 3-dür. O da eləyir 12. O da E variantı yoldaşlar. 13 deyir, ədəd oxundan mənfi 4 tam üstə 2 hansı ədədlər arasındadır? Mənfi 5 və mənfi 4 yoldaşlar. Tamıdırsa mənfi 4 olacaq, mənfi 5 olacaq. Soldakı götürülür ədəd oxunda. 14-cü sualda əgər mötərizə yoxdursa ilə ardıcıl yerinə yetirin. A-nı B ilə birləşdirək. A birləşir B-ni tapaq. 1, 2, 3, 4. 4 var, ehtiyac yoxdur yazmağa. 5, 6. Bunu da deyir kəsişdirin. Bu ifadəni də kəsişdirin C ilə. Bunu C ilə kəsişdirsək. Bunun C ilə ortaqları burada var. Amma C-də yoxdur. 2 olacaq. 3 olacaq. 5 olacaq. O da 3 dənə B variantı. 15-ci sual. Deyir, fiquru qırıq xətlərlə qatlasaq, düzbucaqlı paralipet alınır. Həcmini istəyir. Uşaqlar, diqqətlə baxın. Eni, oturacağın ölçüləri 2, uzunluğu 6-dır. Hündürlüyü isə 5-dir. Həcmi V bərabər ABC, 2 vuraq, 6 vuraq, 5 eləyir 60. Doğru cavab olur Y variantı. 16-cı sual. Deməli, B-in deyir 12-dir yoldaşlar. AC deyir 40-dır. C-in 18-dir. Bizdən M-ni istəyir. Yoldaşlar, biz demişik ki, üçbucağın ixtiyari tərəfinə paralel olan xətt ondan oxşar üçbucaq yaradır. Baxın, bu buna deyir paraleldir. O zaman bura alfa, bura alfa,
Bura beta, bura beta olur, uyğun bucaqdır deyə bura qamma. Fikir verin, bu üç bucağın bucaqları alfa, beta, qamma, ABC-nin də bucaqları alfa, beta, qammadır. Ətraflı yazı olsa bucaqların bərabər olduğunu sübut edib. Deyirsən ki, üçbucaq ABC oxşardır üçbucaq MB-nə. O zaman onların uyğun tərəflər nisbəti bərabərdir. Kobud səhv nədir? 12-nin 18-i x-in 40-a götürürlər. Axı 18 üçbucağın yox, trapesiyanın yan tərəfidir. Oturacağı balacanın x, böyüyün 40-dır. Balacanın yan tərəfi 12, böyüyün yan tərəfi 30-dur. Çarpaz vuraq. 30x bərabərdir 480-da. 30-u nəyə vuranda 480 eləyir? 16-ya yoldaşlar. Bu formada yazacaqsınız. Bu yanları bölmək nə zaman alınır? Bunun məsələn buna nisbəti, bunun buna nisbətidir. Yəni B-nin NC-yə, B-min MA-yadır. O da nəyə görədir? Fales teoremi nisbi tətbiq eləsək bu cür alınır. 17-ci sual. Deyir, ən böyük 2 rəqəmli ədədlə, ən böyük 2 rəqəmli ədəd 99. Məxrəci 33 olan ən böyük düzgün kəsir. 33-də 32-nin hasili deyir uşaqlar. Bunlar gedir 3, nəticə 96 eləyir. Mərkəzi O koordinat başlanğıcı olan iki çevrə uyğun olaraq nöqtələrində kəsişir. Uşaqlar 2 dənə çevrədir. Mərkəzi koordinat başlanğıcındadırsa belədir. X kvadrat, Y kvadrat bərabər R kvadrat. X kvadrat, Y kvadrat bərabər R2-nin kvadratı. Deyir ki, koordinat başlanğıcı olan iki çevrə uyğun olaraq bunların kəsişmə nöqtəsinin koordinatıdır da. Deyir 6, 0 və 0, -4. Kəsişmə nöqtəsinin koordinatı nə deməkdir uşaqlar? Deməli, tamam. Deməli, yoldaşlar, necə olmalıdır? Nöqtələrindən keçir, hə. Deməli, koordinat başlanğıcından keçənlər bunlardır və deyir ki, bunlar bu nöqtələrdən keçir. A buradan keçir, B də buradan keçir. Gəlin qoyaq yerinə. 6-nın kvadratı 0-ın kvadratı 36-nın, yəni birincinin radiusu 6-nı verir. 0-ın kvadratı -4-ün kvadratı 16-nın, yəni ikincinin radiusu bizə verir 4-ü. Təsəvvürünüzə bir dənə gətirin də uşaqlar. Sadəcə mən siz nə anlamadım? Bu çevrənin olmağının nə anlamı var ki? İki deyir çevrə uyğun olaraq bu nöqtələrdən keçir. Radiusları tapdıq sonra. Tamam. Heç buna gərək yoxdur ki. Nöqtələri veribdir. 0, 6, 1, 2, 3, 4, 5, 6. Bu A nöqtəsidir. B nöqtəsi də 0, -4-dür. 1, 2, 3, 4, 1, 2, y-ı 0-dırsa y9 üzərində, y-ı 0-dırsa x9 üzərində yerləşir. Bunu birləşdirdim. Düzbucaqlı üçbucaq əmələ gəldi. Katetləri 4, 6-dır sahəsi. Katetlər hasilinin yarısı 4 vura 6 bölük, o da 12 edir. Bu qədər. Heç radiuslara niyə ehtiyac oldu çevrələrə onu bilmədik. Baxın, burada diqqətli olun. Deyir, M1 və M2 bir hədlərinin cəminin dərəcəsi. Dərəcələrin cəmi fərqlidir. Məsələn, desək ki, x üstü 18, misal üçün, x üstü 12. Desək ki, bunların dərəcələrinin cəmi 18 ilə 12-ni toplayıram 30. Bir də deyir ki, cəminin dərəcəsi, bunların cəmi 2 hədlidir. 2 hədlinin dərəcəsi də ən böyük götürülür. Bax, bu iki söz arasında ciddi fərq var deyə diqqətli olun. Deyir ki, indi M1 və M2-nin cəminin dərəcəsi 18-dir. M1-in dərəcəsi 6-dır. X üstü 6-dır məsələn. Uşaqlar, cəm 2 hədlidir. 2 hədlinin dərəcəsi ən böyük götürülür. Əgər bunun dərəcəsi 6-dırsa, deməli bunun dərəcəsiymiş ki 18. Bunlardan ən böyüyü 18 götürülüb. M2-nin dərəcəsi 18-dir. Bunu yadıma düşür ki, uşaqlardan səhv eləyənlər var idi hətta. Uşaqlar, buradan yenə deyir 18, 19 idi, bu olacaqdı 20. Ayselin 17 bədii kitabı var. Elmi kitablar deyir 18 dənədir. İndi görün nə deyir. O, bu kitabların 10'unu satandan sonra, uşaqlar, toplamı 35 kitabdır. Əgər 10'unu satsa, bilmirik bədii mi, elmi mi satıb, o zaman 25'i qalır. Bu zaman deyir, təsadüfi bir kitab seçdi. Bu kitabın elmi kitab olması ehtimalı 5'də 2'dir. Yəni 25 dənəsindən 5'də 2'si elmidir. Deməli 10 dənəsi elmidir. Onda 25-indən uşaqlar 10 elmidirsə, 15'i bədidir. Bizə deyir ki, neçə elmi kitab satılıb. Baxın, uşaqlar elə 10 görən kimi sevincə olub yazılır. Xeyr, 18 dənə elmi kitab var idi, 10 dənə elmi kitab qalıbdı. Deməli 8 dənəsi satılıb. Tamam yoldaşlar, diqqətli olun.
21-də 7 kiçikdir x plus y kiçikdir 20. X üstə gəl 2y bölü y bərabər 4-ə. Y-in ən kiçik tam qiyməti. Yəni mənə y-i tapmaq lazımdır. Məxrəcdən bir atıb çarpaz vururam. X üstə gəl 2y 4y. Bunu keçirəm bu tərəfə. X bərabər 4y çıx 2y. Yəni x nəyə bərabərdir? 2y. Bu sənin əsas əvəz etməndir və gətirib burada qoyursan yerinə. 7 kiçikdir 2y üstə gəl y kiçikdir 20-dən. 7 kiçikdir 3y kiçikdir 20-dən. Hər tərəfi 3-ə böl. 2 tam üstə 1 kiçikdir y kiçikdir 6 tam üstə 2-dən. Bu şərti ödəyən ədədlər 3-dür, 4-dür, 5-dir, 6-dır. Deyir ki, bizə y-in ən kiçik tam qiyməti, o da 3-dür yoldaşlar. İndi gəldik 4 dənə ətraflı yazımıza. Ana və qızının yaşları cəmi 62-dir. Olsun. Yaşları cəmi 62-dir. Ana 4 il əvvəlki yaşı, qızının 6 il sonraki yaşından, gəlin belə eləyək. Yaşları cəmi 62 deyil və deyir ki, baxın, misalın əsas şərti. Məsələni tənlik və ya tənlik sistemi qurmaqla həll edin. Tənlik sistemi qurmaq necə? Yəni, ananın yaşını x deyəsən, qızın yaşını y, x plus y 62. Bu bir tənliyin. İkinci şərtdə də x, y üzərində işləyib, burada deyilənləri nəzərə alıb yazırsan. Məncə onun bir məhsulu tənlik daha rahatdır. Ananın yaşını, məndən nəyə soruşur ananın yaşını? X ona deyirəm ona görə. X tapanda avtomatik cavabı tapmış olum. Ananın yaşı x, qızın yaşı 62 minus x-dir. Deyir, ananın 4 il əvvəlki yaşı. Baxın, ananın 4 il əvvəlki yaşı. İndi tutaq ki, bir şagirdin 14 yaşı var. 4 il əvvəl 10 yaşı var idi. Yəni 4 çıxmaq lazımdır. 4 il əvvəlki yaşı. Qızın 6 il sonraki yaşı. Bunun üzərinə 6 gəlirəm. 68 minus x eləyir. Yaşından 3 dəfə çoxdur. X minus 4, 68 minus x-dan 3 dəfə çoxdur. Vurub açaq. X çıx 4 bərabərdir. 204 minus 3x. 3x keçir bu tərəfə. 4 keçir bu tərəfə. 4x 208-ə x bərabərdir 52-yə. Deməli, ananın 52, qızın isə 10 yaş var yoldaşlar. Sistem tənliklə də eləyə bilərdiniz. Necə? Gəlin onu da izahlayayım. Anaya deyərdim x, qıza deyərdim y. Şərtə görə bunların cəmi 62-dir. Ananın 4 il əvvəlki yaşı x minus 4, qızın 6 il sonraki yaşı y plus 6. X minus 4, y plus 6-nın 3 qatına bərabərdir. Sonra da əvəz etmə üsulundan yerinə yetirərəm. 23-cü sual qəşəkdir və fərqlidir. Bunu düz yazan bir neçə barmaq hesabı qədər şagird var idi, məsələn, bizimkilərdən. Qrafikdə deyir, test tapşırıqlarını eyni gündə, amma fərqli yazanlar var idi. Məsələn, Maytac fərqli üsuldan istifadə eləmişdi, maraqlıydı. Amma əsl üsul deyəcəm, yaxşı olar hansından istifadə edəsiniz. Baxın, qrafik xətti funksiyadır və əzaqlandı, düzdürmü? Mən ondan istifadə edəcəm. Grafikdə test tapşırıqlarını eyni gündə yerinə yetirməyə çalışan Afiq və Elnurun hər günün sonunda qalan suallarınız günlərə görə dəyişməsi verilibdir. Məsələn, baxın, Akif 15 günə bitirib kitabı. 2100 səhifədir. Baxın, mən bunu xətti tənlik kimi düşünsəm. B-m 2100-dür. K-dakı bilirik ki, tangens verir. 2115-ə bölürəm. Deməli, olacaqdır 1, 4, 140, düzdürmü? 3-ə böldüm 700, 5, 140, bəli. Mənfi olduğu üçün, körbuca olduğu üçün mənfi 140x. İkinci tənliyimə baxıram. Deməli, B-m, yəni sərbəst əddim. Kx plus B-dən gedir söhbət, xətti funksiyadaq. Deməli, 1820-yə bölürəm, 90 edir. Belə olacaqdır, yoldaşlar. Bizə deyir ki, neçə günün sonunda Akif və Elnurun qalan sualların sayı bərabər olar. Uşaqlar, qalan sualların sayı bərabər nə deməkdir? Qalan suallara baxın, y-dir. Y-lər bərabər olsun, bunlar bərabər olsun. Yəni, kəsişmə nöqtəsini tapırıq da. Mənfi 140x üzərinə gəl 2100 bərabərdir. Mənfi 9x üstə gəl 1800. Göndərirəm bu tərəfə x-i, müsbət olur. 1200-ü göndərirəm sağa, mənfi olur. Olacaqdır, mənfi 50x bərabərdir, mənfi 300-ə, x bərabərdir yoldaşlar 6-ya. Bunu fərqli adi məsələ qaydasına eləyən yoldaşlar da var, doğrudur. Günlərin sayı x idi, elə x bərabər 6-nı birbaşa tapmış oldum. 24-cü sualda iti bucağı 60 olan bərabər yanlı trapesiyanın diaqonalı oturacaqla 30 dərəcə bucağı əmələ gətirir. Uşaqlar,
İti bucağı 60-dır, bərabər yanlıdır. 100% onda bu iti bucaqda 60-dır. Diagonal oturacaqla 30 dərəcə bucağı əmələ gətirir. Uşaqlar, kiçik oturacaq da ola bilər, böyük də. Burada olsa fərqi yoxdur. Çünki bura 30-dursa zaten daxili çarpaz burada 30 olur və yaxud tərsinə. 60-dan 30 çıxdım, 30. 90-60 bura neçə eləyəcək? Daha doğrusu 30-60 bura eləyir 90. İndi baxın, 30-un qabağındakına A desəm, hipotenuz 2A olur. Söhbət bax bu üçbucaqdan gedir. Bu nədir? Bu üçbucaqdan gedir. Bərabər yanlı olduğu üçün bura. Fikir verin indi, trapesiya bərabər yanlı deyə. Bu üçbucağa da fikir versəm, bu üçbucaq bərabər yanlı deyilmi? 30-30. Bura A-dırsa yoldaşlar, burada A-dır. Deməli, perimetrin 5A 20-dir. A bərabərdir 4-ə. Trapesiyanın kiçik oturacağını tapın. A 4 olacaq yoldaşlar. 25-də. Uşaqlar, bu çox vaxt uşaqları çaşdırır. Baxın, oxşar deyil. Oxşar olsaydı AMB üçbucağının AMC üçbucağına nisbəti sahəsinin k kvadrat olardı. Lakin burada elə deyil. Burada deyir ki, AM adi xətdir. Üçbucağın təpəsindən keçən xət. Yadınızda saxlayın. Demirəm, mən median hündürlük tənbirən hamısından, ixtiyari bütün parçalardan gedir söhbət. Üçbucağın təpəsindən keçən xət. Oturacağı hansı nisbətdə bölürsə, sahələr də həmin nisbətdə bölünür. Yəni, AMB üçbucağının AMC üçbucağının sahəsindən nisbəti elə BM-in EMC-yə nisbətidir. Səbəbini deyəcəm niyə görə. AMB-nin sahəsi 60, AMC-nin sahəsini bilmirəm neçədir. Oturacağı böldüyü parçalar 12-nin 16-yadır. 5-ə vurub 60, 5-ə vurdum 80. Bunun sahəsi 60, bununki 80. Diqqətsiz bir yoldaşımız var idi, toplamamışdı bunu. Yarı bal, adamı yaxıb yandırar. 60 ilə 80-i topladım, uşaqlar 40. Doğru cavab olacaqdı 40. İndi qulağasının səbəbi niyə belədir? Buradan mən hündürlük çəkirəm. Bu iti buz. İndi lap tutaq ki, burada da belədir lap şəkil. Buradan hündürlük çəkirəm. Düzdürmü? Bu həm bu üçbucağın hündürlüyüdür. Həm də sağ tərəfdəki üçbucaq korbucaqlıdır, bunun hündürlüyüdür. Bura A deyirəm, bura B deyirəm. Bunun sahəsi AH bölü 2-dir. Bunun sahəsi də tərəf B korbucaqlıda kənardan çəkilir. H bölü 2-dir. Bunları tərəf-tərəfə bölsəz BH bölü 2-lər gedir, A-nın B nisbəti qalır. Deməli, sahələri sadəcə A-nın B nisbəti olaraq olacaqdır. Bu getdi yoldaşlar. Bunu biraz uzun danışdım, ona görə burada biraz sürəti artıracağım. Video uzun olmasın deyə. 7 aprel 2024. Birinci sual birləşmə. Bütün elementləri sayırıq. 1, 2, 3, 5, 8. 2 var, ehtiyac yoxdur. 3 var, ehtiyac yoxdur. 4. 5 var, ehtiyac yoxdur. 7. Bir də 9. Düzələdikmi? 1, 2, 3, 5 düzdür. 2, 3 burada. 4, 5 var burada. 7, 9, 8 düzdür. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8-dən o da hamısını istəyir. 1, 2, 3, 4, 5, 6 yoxdur. 7, 8, 9. C variantı yoldaşlar. İkincidə, OX oxuna nəzərən simmetrikdə yoldaşlar. Bunu simmetriya dərsində geniş demişəm. OX-a nəzərən simmetrikdə X qalır. Y işarəsini dəyişir. -3, -5 o da olacaq C variantı. Üçüncüdə. Bunu qursaz daha gözəl olar məncə. Gəl aşağıda quraq yoldaşlar. Y, bu da olacaq X. İndi qulaq asaq yoldaşlar. A nöqtəsinin koordinatı -2, 3. -2, 3. B nöqtəsinin koordinatı 4, 3. C nöqtəsinin koordinatı 4, -3. D nöqtəsi də uşaqlar. Bura gəlib düşməlidir ki, bu kvadrat tamamlansın. Düzdürmü? O da olacaqdır -2, -3. O da Y variantı. Sonra D variantı yoldaşlar. Deməli, 2002 çıxılsın 1002x bərabər 1000-ə. 2002-dən nə çıxanda 1000 eləyir? 1002. 1002-ni nəyə vuranda 1002 eləyir? 1-ə. Doğru cavab olacaq Y variantı. Deyəcəksiniz, sadə suallardır. Təbii ki, imtahanda sadə də olur. Ortada olur, çətin də olur uşaqlar.
Deməli deyir ki, AOC, COD, DOB bərabərdir. 183-ə bölürəm 60, 60, 60. Deyir COD-ni tapın. 60 dərəcə. Doğru cavab olacaq D variantı yoldaşlar. 6-cı sualda 3 vuraq 3 minus x bölünsün 4 vuraq x minus 3. Uşaqlar 3 minus x ilə x minus 3. Baxın, tutaq ki bu 1 olsa. Yuxarı 2 eləyir, aşağı mənfi 2 eləyir. Bunlar ixtisar gedir, amma cavabda nə qalır? Mənfi 1. Yəni 3 minus x ilə x minus 3 əks ədədlərdir. Onları da bir-birinə böləndə mənfi 1 qalır. 4-də 3-ü də mənfi 1-ə vuranda mənfi 4-də 3 eləyir. Doğru cavab olacaq A variantı. 7-ci sual yoldaşlar. Modulda 2-dən 2 çıxır, modulda mənfi 3-dən 3 çıxır. Mənfi 1-i 7 dəfə özünə vuranda mənfi 1 eləyir. Modulda mənfi 2-dən 2 çıxır. Bu eləyir 0. 0 istənilən ifadəyə vuranda 0 eləyir. 6-ın üstə 0 gələndə 6 olur. O da doğru cavab A variantı yoldaşlar. 8-də 20-də 17-ni faizlə ifadə edin. 20-də 17-ni 100-ə vururuq. Bundan bu gedir 5, eləyir 85%. Doğru cavab B variantı yoldaşlar. 9-cu sual. Kitab, dəftər və qələmin birlikdə qiyməti 16 manatdır. Kitab, dəftər və qələm birlikdə 16 manatdır. Hər birinin qiyməti 2 manat bahalaşarsa. Bizim uşaqlar listə 16-ın üstə 2 gəlir 18. Xeyr. Bu da 2 manat artır. Bu da 2 manat artır. Bu da 2 manat artır. Toplam qiymət 6 manat artır. 16 idi 6 da artsa 22 eləyəcək. Doğru cavab D variantı. Deməli. 10-cu sual. 2 ardıcıl tam ədədin hasili bunlardan sonra gələn 2 ardıcıl tam ədədin hasilindən 33% kiçikdir. Çətin deyil, baxın. 2 ardıcıl tam ədədə x plus 1 deyək. Bunlardan sonra gələnlər x plus 2 və x plus 3-dür. Deyir, bunların hasilindən 33% kiçikdir. Yəni, bunu 33% kiçiltməliyəm ki, gəlib bu əvvəlki kiçiklərin hasilinə bərabər olsun. Vurub açaq uşaqlar oxlar qaydasından bu formada vurub açacaq. Vurub açaq. X kvadrat plus x bərabərdir. X kvadrat üstə gəl 3x, üstə gəl 2x, üstə gəl 6 çıx 34. Bunlar ixtisar gedər uşaqlar. İslah daha doğrusu. Bunları göndərək sola. X çıxılsın, 3x çıxılsın, 2x bərabərdir mənfi 28-ə. Mənfi 4x mənfi 28-ə. Mənfi 4-ü nəyə vuranda mənfi 28 eləyir? 7-yə. Doğru cavab bu ədədlərdən kiçiyi. Baxın, x-in yerinə 7 qoyuram. 7, 8, 9, 10, kiçiyi 7-dir. Doğru cavab E variantı. 11-ci sual uşaqlar. Deyir ki, deməli, o nöqtəsində kəsişir və yarıya bölünür bu parçalar. M-yə 9-dur. M-in 16-dır. Yarıya bölünür 8. 8 yoldaşlar. Y-f 10-dur. Yarıya bölünür 5. 5. Bizdən bunu istəyir. Düzdürmü? Bunun perimetrini daha doğrusu sağ tərəfdəki üç bucağı. Uşaqlar, bura alfa, burada alfa deyilmi? Düzdürmü? Paralelliyi heç qoyuram kənara, zaten deyil də. Baxın, bir üç bucağın bir bucağı kongruentdir. Digər tərəflərdə bunlar arasında, bunları daha doğrusu iki tərəfi və onlar arasında qalan bucağı kongruentdir. 5, 8 aradakı alfa, 5, 8 aradakı alfa. Deməli, bu üç bucaqlar kongruentdir. T, B, T əlamətinə görə. Onda bura 9-dursa, burada 9-dur. O zaman bunun perimetri 5, 8, 9 cəmi edəcək 22. Doğru cavab B variantı. 12-ci sual. İki kitabın qiyməti 78 manatdır. Burada biri digərindən 5 dəfə bahadır. Biri x-dır, biri 5x, cəmi 78. 6x 78-ə, x 13-ə bərabərdir. 5x da 65 olacaq. Ucuz kitab 13 manatdır. O doğru cavab A variantı. 13-cü sual. Yuxarıda baxın yoldaşlar. Diqqətlə görə bilirsiniz. 53-ün kvadratı çıx 13-ün kvadratı. Yəni 53 çıx 13. 53 üstə gəl 13. Bu bizə verir 40 vurulsun 66-nı. 47-nin kvadratı çıx 26-nın kvadratı. 40 çıxılsın 26. 40 üstə gəl 26. Üstə gəl 66 vur 56. Uşaqlar, bu eləyir 14 vur 66 plus 66 vur 56. Hər ikisində 66-nı görürük. Çıxardıram. 14 üstə gəl 56. Bunlar gedir 40 bölək 70. Bunlar gedir 4 bölü 7 qalır yoldaşlar. Doğru cavab olacaq C variantı.
Gələk 14-cü suala. 8 saata 480 km gedir, 6 saata nə qədər gedər? Düz asılıqda nə qədər çox vaxt olsa bir o qədər çox yol gedər. Ona görə çarpaz vururuq. Ya da elə uşaq var, deyir ki, müəllim 8 saata 480 gedir, mən 1 saata tapıram. 480-i 8-ə bölür 60. Deyir, onda 6 saata vururam 360. O da olar. X tapmaq üçün 480-i 6-ya vurub 80-ə bölürəm. Bunlar gedir 60. Daha doğrusu 6. Üzrü sayını uşaqlar burada 80 yazmışım. Deyək, bunu düzəldək. Deməli, 480 vurulsun 6, bölünsün 8. Bunlar gedir 60. 6-ya vuranda 360 eləyəcək. Doğru cavab D variantı. 15-də qarşılıqlı sadə olan A plus B və B ədədlə A plus 5 və B ədədlərinin əkobu 420-dir. Uşaqlar, qarşılıqlı sadə ədədlərin əkobu onların hasilini əbobu 1 verirdi. Yəni A plus 5 vurulsun B bərabərdir 420-yə. Deyir ki, AB plus 7B 450-dir. Yoldaşlar. Gəlin baxaq. Heç nə. Baxın, bunu vurub atsanız yuxarıda nə alınır? AB üstə gəl 5B 420-dir. Düzdürmü? Gəlin bunu altından yazaq. Tərəf-tərəfə çıxsanız görün nə alınır? Ya da əvəz edib qoya bilərdiniz yerinə. AB-lər gedir. 7B-dən 5B çıxıram 2B. 450-dən 420 çıxıram 30. B nəyə bərabərdir yoldaşlar? 15-ə. Doğru cavab olacaq D variantı. 16-cı sual. Deməli, yoldaşlar, bunu mən sizə belə üsulla öyrədə bilərəm. Baxın, bura alfadır. Söykəndiyi 2 alfa olur, düzdürmü? Daxilə çəkilmiş bucaq. Burada 2 alfadır. Bunu keçən videoda da izah eləmişəm. Bu cür bucaqda biz demişik ki, sökük 4 bucaqlıda içəridəki bu iti bucaqların cəmi aşağıdakı bu bucağa bərabərdir. 30, 24 alfa bərabərdir 2 alfaya. Deməli, 54 bərabərdir. 2 alfadan alfa çıxıram alfa. Alfa 54'dür. BAC bucağına da alfa dediyim üçün birbaşa cavab almışam. Cavab 54 olacaq. 17-ci suala gəlin baxaq. Belə bir şəkil veribdir. Bura 1, bura 1'dir. Deməli uşaqlar, demişik ki, y bərabərdir ax kvadrat üstə gəl bx plus c-də. Baxın, x-a 0 verəndə y c-ni alır. 0, 0, c qalır. Ya da demişik ki, y kəsdiyi nöqtə, yəni x-a 0 verəndə y c-yə bərabər olur. Yəni 1 də elə. C tapıldı. Təpə nöqtəsinin koordinatı, bax, bura m-dir də. M-i 1-dir, n-i 0-dır. Çünki bu nöqtənin koordinatı 1, 0-dır. M-x-i, n-y-i bildirir. Gəlin bir dənə bu ikisini. Əslində, sistem tənlik də qrup yaza bilərsiniz. Eyb yoxdur. Bizdən nə istəyir? A plus b-ni. Neyin yolda uşaqlar? Aparıb yerinə qoyaq da. Baxın, yazın x-in yerinə 1, y-in yerinə 0. A vurulsun 1-in kvadratı, B vurulsun 1, üstə gəl C, yəni 1, 0-dır. A üstə gəl B, deməli mənfi 1-dir. Heç ehtiyac yoxdur A-nı B-ni ayrıca tapmağa. A üstə gəl, B üstə gəl, 3C-ni istəyir. A üstə gəl, B mənfi 1, 3C isə 3-dür. Cəmi eləcək 2. Aydın yoldaşlar. Gələk bura. 18. Deyir, yolun 16'da 9 hissəsi təmir olunduqdan sonra 77 kilometr təmir olunmamış qaldı. 16'da 5-i təmir olunubdur. Deməli, 16'da 7-si qalıb 77 kilometrdir. Yolun uzunluğu 16'da 16 nə qədərdir? Bu cür ifadələrdə baxın. X-i məsələn tapmaq üçün sən belə deyək də, hər ikisinin məxrəci 16'dır. Baxmağa gərək yoxdur. Elə 7-nin 16'ya nisbət olur böləndə. 7-yə uyğun olan 77-dirsə, yəni 11-ə vurub. 16-ya uyğun olanda 16 vur 11. 11'ə vurmanın demişəm də yəqin ki sizə. Sona 6-nı əvvələ 1 yazırsınız. 16-nı bu cür məsafəli yazdınız. Ortaya da 1 ilə 6-nın cəmi 7-ni yazırsınız. Eləyir 176. 19-cu sual. Paralipedin xətti ölçülərini verib. Paralipedin həcmi ABC-dir. 6 vuraq 8 vuraq 10 eləyir 480. Bir də diqqətli olun, vahidlər veriləndə diqqətlə baxın, birdən yanılarsınız. 20-də deyir, mənfi A çıxılsın 3x bölü 2
kiçikdir -1-in həlli -4 müsbət sonsuzluqdur. Həll x-dir da, yəni x böyükdür -4 alınmalıdır misalda. Birinci biz bunu həll eləməliyik. Mən hər tərəfi məxrəcdən azad olsun deyə 2-yə vururam. Bunlar gedir. Mənfi A çıxılsın 3x kiçikdir -2-dən. -3x kiçikdir -2 üstə gəladan. Hər tərəfi -3-ə bölürəm. İşarə dəyişir. X böyükdür. Mənfiyə vururam deyə -2 olur müsbət bölünsün 3. Uşaqlar, x böyük olmalıdır -4-dən. Yəni buradakı ifadə -4 olsa bu həll doğru olur da. Yəni -4-dən böyük ədədlər alınır. Yəni 2 çıxılsın A bölə 3 bərabər -4-ə. Nəyi 3-ə böləndə -4 eləyir? -12. 2-dən nə çıxanda -12 eləyir? 14. Deməli, A 14 olmalıdır. 21-də 9-u uşaqlar, baxın, 9 üstü 2-də 1 yazıb. 9 üçün kvadrat kimi yazıram üstü 2-də 1. 0-dan %25, elə %25 kimi yazaq üstü -1. 32-ni də 2 üstü 5 yazıram, üstündə 0.6. Bunlar gedir 3 üstü 1. Tərs çevrilir 25-də 100. Bunlar vurulur 2 üstü 3 bərabər. 3 üstü 1 üstü. 100-ü 25-ə böləndə 4-dür. 2-nin kubu 8-dir. 3, 4, 8 toplayanda 15 edir. %22-ci sualda şirkətin mühafizəsi işində çalışan işçilərdən Namiq müəyyən saat gündüz vaxtı, Qurban isə müəyyən saat gecə vaxtı növbədə dayanır. Deməli, Namiq gündüz vaxtı dayanır, Qurban isə gecə vaxtı dayanır. Namiq qaldığı deyir, hər saata görə 30 manat. Hər saata, yəni saatda 30 manat alır. Qurban isə hər saatda 45 manat alır. Gücü növbəsi ona görə. Yazıq qoxusundan olur. Deməli, bu iki işçi bir sutka ərzində ümumilikdə 14 saat növbədə qaldıqlarına görə cəmi 510 manat əldə edirlər. Namiq gün ərzində neçə saat növbədə dayanıb? İndi qulaq asın yoldaşlar. Bir sutka ərzində ümumilikdə 14 saat növbədə dayanıb. Məsələn, deyir, tənliklər sistemi qurmaqla deyir, həll eləyin. Üzrü sayın uşaqlar. Məsələn, deyir, tənliklər sistemi qurmaqla həll eləyin. Gəlin düşünək. Toplamda 14 saat çalışıblar. Yəni ikisi birlikdə, düzdürmü? Ümumilikdə 14 saat, tamam. Namiqin növbədə qaldığı saatlara x saat desəm, bu da y saat olsa, baxın, x plus y 14-dür. Birinci, bu 1 saat işləsə 30 manat, 2 saat işləsə 60 manat almır. X saat işləyib, saata da 30 manat alıb, 30x eləyir. Y saat işləyib, saata 45 manat alıb, 45y. Bərabərdir, toplamda 510 manat əldə edib. Bu sistemi həll etmək lazımdır. Bizdən Namiqin gün ərzində neçə saat işlədiyini, yəni x istəyir, gəlin onda y elə eləyək ki, yoxa getsin. Y-in yoxa çıxmaq üçün, burada 45y-dirsə, yuxarıda -45 yaradaq. Yəni, yuxarını -45-ə vuraq. -45x, -45y bərabər 14-ü 45-ə vuraq. 2-yə vuranda 90, 7-yə vuranda 630. Diqqətli olun, əgər tənliklər sistemi qurmaqla deyirsə, elə diləməlisiniz. Bunlar gedir. -15x bərabər deməli 120-yə, x bərabərdir 8-ə. Deməli, günün 8 saatını Namiq, yerdə qalan 6 saatında Qurban işləyib. 23-ə baxaq. ABCD polliqram nə bucağının tənbələni. Bundan nə qədər istəyirsiniz dimdə var, nə qədər istəyirsiniz. A bucağının tənbələni BC tərəfini 3-2 nisbətində bölür. B-dən başlayaraq. Əgər B-dən başlayaraq sözünü deməsə, sən bir dəfə buranı 3x, buranı 2x. Bir dəfə də əksinə buranı 2x, buranı 3x götürməlisən. Misalda 2 hal olur, diqqətli ol. Burada sadəcə B-dən başlayaraq 3-2-yə nisbəti deyir deyə. Bura 3x, bura 2x deyirəm. Uşaqlar, tənbölən alfa. Bura alfadırsa, daxili çarpaz bucaq paralel düz xəttin. Bax, paralel düz xəttin kəsənlə əmələ gətirdiyi daxili çarpaz bucaqlardır. Bura alfadırsa, burada alfadır. 2 dənə bucağı bərabərdirsə, bu 3 bucaq olur, bərabər yanlı. Bura 3x-dirsə, burada 3x olur. Bura 5x-dir, bu tərəfdə 5x-dir. Bura 3x-dir, bu tərəfdə 3x-dir. Bizə deyir, AB 18-dir, yəni 3x 18-dir. X deməli 6-dır. Bizə deyir, perimetri tap. Deməli, bura 18, bura 30-dur, perimetrimiz
18, 30, hər tərəfdən də 2 deyə 2-yə vururuq. Eləyir 96. Aydın yoldaşlar. Ümumiyyətlə yadınızı saxlayın. Poliqramın iti bucağının tən böləni həmişə ondan bərabər yanlı üstbucaq yaradır. Yəni buradakı əmələ gələn üstbucaq həmişə bərabər yanlı olur. Gətirib buraya yapışdırım. Bilmirəm, nə dərəcə düzgün elədim. Deyir, ABCD düzbucaqlı formasında olan çərçivənin perimetri 52-dir. Yəni 2 vuraq A plus B 52, A plus B uşaqlar 26-dır. Yəni bura x, burada gəlin 26 minus x deyək. Bizə deyir ki, rəsm üçün nəzərdə tutulan hissə bu. Buranın deyir, sahəsi 84-dür yoldaşlar. Baxın, buradan 2 santim buradan gedir, 2 santim buradan gedir. X-dan bu 2-ni və bu 2-ni çıxıram. Qalır mı x minus 4? 26-dan da eyni qayda. Həm buradan kəsəndə bu kiçilir də bu ölçünü tapmaq üçün. Burada olur onda 22 çıx x. 4 vahid azaltdım. Bunun sahəsi, yəni x minus 4-ün 22 minus x hasili 84-dür. Bizdən tələb eləyir ABCD ümumiyyətlə sahəsini. Sahəsini istəyir bizdən. Yəni x-in 26 minus x sahəsini istəyir. Bax bunu. Vurub açaq bunu. 22x çıx x kvadrat çıxılsın 88 çıx 4x bərabər 84-ə. Deməli, üzr sayın, bu mənfi 4, mənfi x vuranda müsbət 4x edir. Toplamımız 26x çıx x kvadrat bərabərdir 172. Baxın, bu da elə sizdən istədiyi deyilmi? Bunu vuranda, x 26 minus x vuranda elə bu alınır. Sahə olur 172. Amma burada belə bir səhv var. Nəsə kvadrat tənliyi alınanda həqiqi kökü alınmır. Bunu 172-ni sola keçirəndə. Necə bizdə mən birinci dəfə bunu həll elədim. Gördüm ki, yox, x lazım deyil. Sonra baxdım ki, çıxılsa gərək yoxdur ki, bunu elə hesablayanda doğru cavab alınır. 25-də. 25-də nə deyir? Deyir, iki tərəfi 5, 7, üçüncü tərəfi natural olduğu olan üçbucaq içərisində. Baxın, növünü demir üçbucağın hələ ki. Deməli, x bilir ki, 7 minus 5-dən böyük, 7 plus 5-dən kiçik olmalıdır. Yəni 2-dən böyük, 12-dən kiçikdir. 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 ola bilər. Bizə deyir ki, içərisindən ardıcıl olaraq təsadüfən seçilmiş 2 üçbucaqdan birincinin bərabər yanlı, ikincinin isə müxtəlif tərəfli olma ehtimalı uşaqlar. Bərabər yanlı necə ola bilər? 5, 7, burada 5 olsun. Mümkündür. Ya da 5, 7, burada 7 olsun. O da mümkündür. Yəni 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Düzdürmü? 9 dənə üçbucaq var mümkün. 5, 7, 3 üçbucağı, 5, 7, 4 üçbucağı. Birincinin bərabər yanlı üçbucaq olma ehtimalı 9-da 2-dir. Vurulsun. Baxın. İkincinin, bax, birincini məsələn seçdim, 5 yox, 5, 5, 7-ni. İkinci dəfə mənim 9 yox, 8 seçimim qalır. İkincinin isə müxtəlif tərəfli olma ehtimalı. İkinci isə müxtəlif tərəfli olmalıdır. Aha, ikincinin müxtəlif tərəfli olma ehtimalı 8 dənə üçbucaqdan uşaqlar olacaqdır neçəsi? Üzrü sayın görün bu kimdir? Burada dayanmır. Uşaqlar bunu səs satım. Deməli yoldaşlar, ikincinin deyir ki, deməli iki tərəfi nə idi sual? Ardıcıl olaraq deyir, təsadüf seçilmiş iki üçbucaqdan birincinin bərabər yanlı üçbucaq, ikincinin isə ardıcıl olaraq təsadüfən seçilmiş. Aha. İkincinin isə nə olma ehtimalı deyir uşaqlar? Müxtəlif tərəfli uşaqlar. 5 ilə zaten biri seçilibdir, 8 seçimim qalıbdır. Bunlardan da müxtəlif tərəfli 3, 5, 7, 4, 5, 7, 6, 8, 9, 10, 11. Yəni 1, 2, 3, 4, 5, 6, 7 dənə ehtimaldır. 1, 2, 3, 5, 6, 7, 8 daha doğrusu. 8 nətər oldu öyle bir dəqiq gözüm yox. 8 dənəsindən 9 dənə idi, 8-i qaldı. İkisini seçəmirəm, 7 eləyir də yoldaşlar. Elə deyil.
olacaqdır 72-də 14. 10-da ixtisar aparsanız 36-da 7 qalacaq yoldaşlar. Doğru cavab 36-da 7-dir. Burada başqa sınavımız qaldı mı? Bəli var. 21 aprel. Ya Allah. Başlayaq. 21 aprel. Oy. 21 aprel də var. 5 aprel. 15 may da var. Bunu çatdırmasam uşaqlar, burada pauza verib sabahlarım davamını çəkəcəm. Deməli, 21 aprel. Başlayaq. Birincidə görün nə deyir? Çayın axını ilə sürəti 20.4 axına qarşı. Uşaqlar, axın ilə katerlə çayın birgə sürətidir 20.4. Axına qarşı katerdən çay çıxılır 15.6. Tərəf-tərəfə toplasanız çaylar gedir. 2 kater 35 tam, yəni 36 tamdır. Kater 18-dir. Çayın sürətini tapmaq istəyirsinizsə 18-in üstünə gələndə 20.4 eləyir. 2.4. Doğru cavab olacaq. Niyə variantı? Yoldaşlar 2-dən yazdıq əslində. ABC-nin sahəsi 68-də, CDB 24-də, ADC-nin üstü 68-dən 24 çıxıram, 44. Doğru cavab olur A variantı. 200 ədədini 1-3-6 ədədlərlə 3 hissəyə ayırdılar. X, 3x, 6x cəmi 200-dür. 10x 200-dür. X bərabərdir 20-yə. Alınmış ədədlərin böyüyü ilə kiçiyinin fərqi. Uşaqlar, x 20-dirsə qoyun yerinə. 20, 60, 120. Böyüyü 120, kiçiyi isə 20-dir. Fərqi isə 100 verir bizə. Doğru cavab B variantı. 4-cü sual. Deyir ki, A2 və B0B nöqtələri C10 nöqtəsinə nəzərən simmetrikdir. Yəni, A və B-nin koordinatların ədəd ortası C-nin koordinatını verməlidir uşaqlar. C çünki orta nöqtəsidir. C-yə nəzərən simmetrikdirlər. A ilə 0-ın ədəd ortası, A ilə 0-ın ədəd ortası 1 verməlidir. B ilə 2-nin ədəd ortası 0 verməlidir. Burada A bərabər olur 2-yə. Bunu çarpaz vursanız B bərabər olur -2-yə. A2, B -2, o da Y variantı yoldaşlar. Deməli, gərək bura. 5-də deyir ki, -3,8 və 4 tam %82 ədədlərin arasında neçə tam ədəd var? Bu -4 ilə -3 arasındadır. Bu 4 ilə uşaqlar 5 arasındadır. Bunlar arasında deyirsə, bunları götürürsünüz. 5 və -4-ü götürə bilmərsiniz. -3-dən ta ki 4-ə qədər. -3, -2, -1, 0, 1, 2, 3, 4-dür. Deyir, neçə tam ədəd var? 1, 2, 3, 4, 5, 6, 7, 8. 3 dənə mənfi, bir dənə neytral ədəd və 4 dənə müsbət ədəd. Çox uşaq 0 götürmür, bilmirəm niyə görə. O da C variantı. Axı, tam ədədlər həm naturalın əksi və 0 olmalıdır. 6-da 3A kvadrat çıxılsın 2A bərabərdir. 3A kvadratı 3A vuraq A kimi yazıram. Hər ikisində A-nı görürsünüz. Çıxardıram. Qalır 3A minus 2. 3A minus 2 o da olacaq D variantı. 7-ci sual. X kvadrat çıxılsın 2mx çıxılsın m minus 2 bərabərdir 0-a. Tənlinin 2 bərabər kökü var. Nə zaman 2 bərabər kökü var? Diskriminantımız 0 olarsa yoldaşlar. D bərabərdir. -2m'in kvadratı çıxılsın 4ac. Bərabər 0 olmalıdır. 4m kvadrat. -4'ü -m'ə vurdum, müsbət 4m. Baxın, bu buna təsir eləyib asandır. -m plus 2 eləyir. -4'ü -4'ə vurdum. -m'i -4'ə vurdum, müsbət 4. -4'ü 2'yə vurdum, -8 bərabər 0'a. Hər tərəfi bölürsünüz 4'ə. M kvadrat üstə gəlin, çıx 2 0'a. M'ləri toplayanda -1 eləyir. M'ləri vuranda -2 eləyir. Toplayanda -1, vuranda -2 eləyən ədədlər -2 və müsbət 1'dir. O da doğru cavab olur D variantı. Nəzrin deyir öz puluna 4 dəftər və 3 karandaş alır. Ya da 5 dəftər və 7 karandaş alır. D keçir bu yana. 7D çıx 5D, 7K çıx 3K. 2D 4K-ya, hər tərəfi 2'yə bölürəm, D bərabərdir 2K-ya. Bizə deyir ki, dəftərin qiyməti karandaşın qiymətindən neçə dəfə çoxdur? Dəftər karandaşın qiymətindən 2 dəfə çoxdur. O da A variantı yoldaşlar. Misal zaten qurulubdur ki, orada cavab alınır birbaşa.
Bütün 2 rəqəmli ədədlər ayrı-ayrı vərəqlərə yazılaraq torbaya atılır. Bütün 2 rəqəmli ədədlər, yəni 90-dan 10-dan 99-a qədər toplamda 90 dənə 2 rəqəmli natural ədədimiz var. Torbaya təsadüfən seçilən bir vərəqin içərisindən 6-ya bölünən ədəd çıxma ehtimalı. 6-ya bölünənlər 6, 12, ta ki 96-dır. 96-nı bölürəm 6-ya, 16 dənə ədəd var. Amma 6 bir rəqəmli deyə çıxıram, 15 dənə ədəd olur. 90 dənə 2 rəqəmli ədəddən 15 dənəsi 6-ya bölünən 2 rəqəmli natural ədəddir. 15-i ixtisar aparıram, 6-da 1, o da doğru cavab olur. A variantı. Gələk 10-cu suala. Yoldaşlar, bura y-dirsə, paralel düz xəttin kəsərlə əmələ gətirdiyi bucağa görə buraya da y-dir. Üçbucağın xarici bucağı x özünə qonşu olmayan, yəni bu yox, digər y-lə z-in cəminə bərabərdir. Deyir, y-i x və z ilə ifadə edin. Y-i saxlayıram burada, bunu göndərirəm bu tərəfə. X çıx z. Y bərabərdir, x çıx z. O da C variantı. Gələk 11-ə yoldaşlar. 1 kiçik bərabər x, kiçik bərabər 5. Neçə natural ədədlərin bir hansını tapın. 1 altdan xət var, yəni bərabər var, özü götürülür. 2, 3, 4, 5. Hasilləri 1, 2, 3, 4, 5. 20, 3-ə vurdum 60, o da 120 elədi toplamımız. O da doğru cavab Y variantı. 12-də mərkəzi O nöqtəsində olan çevrədə AB və AC vətərləri çəkilmişdir. AB AC-yə bərabərdir və AB bucağı 100 AOB bucağı. AB bucağı deyir, nə qədərdir? 100 dərəcədir. Və deyir AB AC-yə bərabərdir. Tamam, belə bir şey çəkəcəm uşaqlar. AB 2 dənə vətər çəkilib, AB vətəri və AC vətəri. Deyir, bunlar da bərabərdir. Vətərin uclarını da radiusla birləşdirək. Demişək. İndi diqqətlə mənə qulaq asın. Uşaqlar, bura 100-dürsə, sökənli qövs 100-dür. Vətərlər bərabərdirsə, yadınızı saxlayın. Onların gərdiyi qövslər də bərabərdir. Yəni, bu qövs, AB qövsü, AC qövsünə bərabərdir. Yəni, bu da olacaqdır 100 dərəcə. Bura 100-dürsə, bu bucaq da 100-dür. Bizdən COA bucağını istəyir, yəni 100 dərəcə. Doğru cavab olacaq. C variantı. Həm 2-yə, həm də 3-ə bölünən ədəd. 2-yə bölünməsi 3-cü cüt olmalıdır. A, B, C, D, Y-də cavablarımız düzdürmü? A gedir təkdir, Y gedir təkdir. Qalır B, C-dir. Bunlar 2-yə bölünür. 3-ə bölünməsi üçün rəqəmlər cəmi 3-ə bölünməlidir. 6, 5, 0 toplayanda 11 eləyir, 3-ə bölünmür. 6, 1, 2, 4-ü toplayanda 13 eləyir, 3-ə bölünmür. 1, 6, 0, 8-i toplayanda 15 eləyir, 3-ə bölünür. Doğru cavab olur D variantı. 14-cü sual. 2 kök altında 64. 2 vuraq. Kök altı 64-dən 8 çıxır. 2-ni 8-ə vurduq. 16. 16-dan 4 çıxır. Doğru cavab olacaq B variantı. 15-ci sual. Əsaslar eyni olan zaman vurma əməlində üstlər toplanır. 10 üstə gəl -2. Bölmə əməlində çıxılır. Çıxılsın -3. 10 üstündə 10 çıxılsın. A üstündə 10 çıxılsın 2. Mənfi təsir edir. Üstə gəl 3. 10-dan 2 çıxdım. Deməli 8 üstə 3 gəldim 11. A üstə 11, o da D variantı. 16-cı sual. B ilə C-ni birləşdirirəm. 3, 6, 7, 8, 9, 10. C-ni də əlavə eləsəm 1, 4, 6 var ehtiyac yoxdur, 8 var ehtiyac yoxdur, 9 var ehtiyac yoxdur, 11. Bundan da deyir, çıxın. Ay, üzrüsən uşaqlar. B ilə C-ni birləşdirmək lazım idi. Aha, bir dəqiqə. B ilə C-ni birləşdirmək lazım idi. Hər işini daha getdi. B ilə C-ni birləşdirək. B-nin bütün elementlərini yazıram. 1, 4, 6, 8, 9, 11. C-nin elementləri 2, 3, 7, 10, 12. Yazdım. Aha. Bundan deyir, çıx B ilə C-nin birləşməsindən. B ilə C-nin bütün elementlərini çıx deyir A-nın elementləri. Yəni 3-ü çıx. 6-nı çıx, 7-ni çıx, A-nın elementi başqa nədir? 8, 8-i çıx, 9-u çıx,
10 çıx. Düzdürmü yoldaşlar? Əlimizdə nə qalır? Deməli 1, 4, 11, 2, 12. 1, 2, 3, 4, 5 dənə ədəd qalır. Doğru cavab 5-dir yoldaşlar. 17-ci sual. A çıxılsın 2B, vurulsun 4-ü çıxardıram yuxarıdan. C üstə gəl 2B. Deyəsən C deyil uşaqlar, A-dır bu. A üstə gəl 2B-dir. Aşağıda A kvadrat çıx 4B kvadratı A minus 2B, A plus 2B kimi yazırıq. Bunlar gedir, bunlar gedir. Cavab qalır uşaqlar 4. 18-ci sual. Deyir 45-ə bölünməsindən bölünür, tam bölünür. A-nın hansı ən böyük qiymətində? 45-ə bölünmə əlaməti bu cürdür uşaqlar. 5-ə və 9-a bölünmə. 5-ə bölünməsi üçün B bitməlidir ya 0-la ya da 5-lə. Hər iki hala baxacam. 0-la bitirsə 4, A 9, 0 olur. 9-a bölünməsi üçün yoldaşlar, rəqəmləri cəmi 9-a bölünməlidir. Rəqəmləri cəmi 4, A, 9, 0 toplasaq 13 üstə gəl A-dır. 13 üstə hansı rəqəmi gələndə 9-a bölünür? 5-i. Bu halda 4, A, bu da 5. Rəqəmlər cəmi eləyir deməli 4, 9, 5, cəmi 18 eləyir. 18-in üstə nə gələndə 9-a bölünür? 0 ya da 9. A 3 dənə qiymət alır. 0, 5, 9. Ən böyük qiymət 9-dur yoldaşlar. 19-cu sual. ABCD polliqramının BD diaqonalıdır. Bunu birləşdirdik. 1, 2, bu da 3, bu da 4. Aha. Deyir 1 ilə 3-cü cəmi 60-dır. Uşaqlar, üçbucağın daxili bucaqlarıdır bunlar. 1 ilə 3-cü cəmi 60-dırsa, deməli bura 120-dir. Nə gözəl ədədlər, pay yaxşı. Bura 120-dir. İndi qulaq as. Bura 120-dir. Deyir ki, 4 ilə 2-nin cəmi 150-dir. Bura 120-dirsə, 4 ilə cəmi 150-dirsə, deməli bura 30-dur. Polliqramın qarşı bucaqları bərabərdir. Bura 30, onda burada 30 qalır. Bucaq 1, 30 dərəcə tapdıq. 20-ci sual yoldaşlar. Düzbucaqlı polipedin ölçülərini verib tam səthinin sahəsi deyir. Tam səthinin sahəsi 2AB, AC və BC-dir. Niyə görə? Çünki polipedin məsələn, döşəmənin sahəsi, oturacağın sahəsi AB, yuxarıda AB-dir. 2 dənə AB var. Hər divardan 2 dənədir. Ona görə bu cürdür. A oturacağın ölçülərinə A-ya 2, B-yə 5, C-yə 10 deyək. 2 vurulsun. AB hasilimiz 10, AC hasilimiz 20, BC hasilimiz 50-dir. Cəmi eləyir deməli 80, onu da 2-yə vuranda eləyəcək 160. Gələk 21-ə. 21-dən tam incə yazdıq yoldaşlar. Y kəsdiyi nöqtə C-dir, 4-dür. Niyə görə? X-in yerinə 0 qoyanda, Y-in yerinə 4 qoyanda C 4 alınır. Bir dəfə belə deyək də, Y bərabər AX kvadrat üstə gəl BX plus C-də. Bax, Y kəsdiyi nöqtə, yəni 0,4-ü qoyuram. Gör nə alıram? 4 bərabər X-in yerinə 0, Y-in yerinə 4 qoyuram. 4 bərabər A vuraq 0-ın kvadratı, B vuraq 0 üstə gəl C. Bu 0 getdi, C bərabər olur 4-ə. Bir dəfə 2 0 nöqtəsini qoyuram. Bax, burada, birincidə də, yəni burada. 0 bərabərdir. A vuraq 2-nin kvadratı, B vuraq 2 üstə gəl C, yəni 4 0-dır. 4A üstə gəl 2B mənfi 4-ə, 2A üstə gəl B mənfi 2-yə bərabərdir. 2A üstə gəl B üstə gəl C bərabər. 2A üstə gəl B mənfi 2-dir. C isə 4-dür. Cəmi eləyir 2. Bu qədər. Gələk 22-yə. 22 dimin sualıdır uşaqlar. Adi kəsrlərdə var o. Səbətdə əvvəlcə nə qədər olduğunu bilmirdim. Mən buna x deyirəm. Məsələn, bir tənlik qurmaqla həll edeyim. Baxın, birinci bəzi uşaqlar qatıb qatışdırırlar. Gah götürürlər, qalanla işləyirlər, gah da gedənlə. Mən qalanla işləyəcəm. Bax, deyir 6 alma getdi. X minus 6-sı qaldı. Sonra qalan almanın 3/1 qədər götürdülər. Uşaqlar, qalan almanın 1/1 getdisə, 3/2-si qalıb. Bundan da 6 dənəsini yenə götürüblər. Bu zaman səbətdə almaların yarısı qaldı. Yarısı getdisə, yarısı da qaldı da, düzdür? Mən qalanlarla işləmişəm. Vurub atsanız, ya da mənə elə gəlir ki, vurub atmaqdansa, gəlin kəsirdən canımız qutaraq. Hər tərəfi 3-ə vuraq. 3-ə yox, 6-ya. Niyə görə? Çünki burada 2, burada da 3 keçsin deyə. Hər tərəfi 6-ya vururam, hər bir həddi. Gör nə alıram?
Bununla bu gedir 2. 2-ni 2-yə vurdum 4. X minus 6. Çıx 36 bərabər. Bununla bu gedir 3x. Vurub açıram. 4x çıx 24. Çıx 36 bərabər 3x-a. 3x-i sola keçirirəm. 4x çıx 3x x-dir. Bunları sağa keçirirəm. 60. Deməli, x yoldaşlar 60-dır. Əvvəlcə 60 ədəd alma var idi. Ya da kiloqram. Alma götürülür. Ədəd imiş uşaqlar. Deməli, çox gözəl sualdır ədədlə. Deməli, düzbucaqlı bucaqdır. Mən bu şəkli görən kimi siz bilmirəm. H kvadrat yeməyin yadıma düşür avtomatik. Sizdə də inşallah ki elədir. Hipotenuza çəkilən hündürlüyün kvadratı ardığı parçaların hasilidir. 2 vur 8, 16. H deməli 4-dür. Bu getdi. Heç nə sahəni istəyir, nə gözəl. Tərəf 10, ona çəkilən hündürlük 4-dür. A, B, C-nin sahəsi tərəf ona çəkilən hündürlüyün A-sının yarısıdır. O da eləcək 20 yoldaşlar. 24-də İsmət kitabı hər gün eyni qədər səhifə oxumaqla 15 günə bitirməlidir. Məsələn, nəzərdə tutsaq ki, günə x səhifə oxuyub, 15 günə bitirsə, deməli, kitabın cəmi səhifəsi uşaqlar 15x-dir. Lakin o hər gün nəzərdə tutduğundan 3 səhifə çox oxudu. Yəni, günə x plus 3 səhifə oxudu. Və bu kitabı 10 günə bitirdi. Bunu da vururam buna. 10x plus 30. Uşaqlar, İstəyir 10 günə qutarsın, istəyir 20 günə qutarsın. Kitabın səhifələri bərabər olmalıdır. Yəni, ümumi səhifələr 15x. Əvvəl hansı sürətlə oxudu, sonra hansı sürətlə oxudu, dəxlisi yoxdur. Kitabın səhifələri bərabərdir. Bu keçir belə. 5x 30-a, x bərabərdir 6-ya. Kitabın səhifələri də 15x olduğu üçün 90, ya da burada qoy yerinə. 6-nı, 10-u 6-ya vur 60, 30 gəl, yenə 90 edir. Deməli, 90 səhifədir. Çevrənin ən uzaq iki nöqtəsinin koordinatları. Çevrənin ən uzaq iki nöqtəsi diametrin uc nöqtələridir, yoldaşlar. 3 və mənfi 2, mənfi 5 və 4-dür. Bu çevrənin tənliyini qurun. Çevrənin tənliyini qurmaq üçün mənə mərkəzi nöqtənin koordinatları, radius lazımdır, uşaqlar. Mərkəzi nöqtə A və B-nin tam ortasıdır. 3 ilə mənfi 5-in ədədi ortası. Toplayıb 2-yə bölürəm mənfi 1. Mənfi 2 ilə 2-nin ədədi ortası müsbət 1-dir. A-nın yerinə mənfi 1, B-nin yerinə 1 qoyuram. X üstə gəl 1-in kvadratı, Y çıx 1-in kvadratı. Bu radius necə tapılır? 2 nöqtə arasında məsafə düsturundan istifadə edirəm. Kök altında mənfi 1 ilə mənfi 6-nın fərqi 4-ün kvadratı 16, 1 ilə 4-ün fərqi 3-ün kvadratı 9. Nəticə edir 5, burada kvadratı yazılır 25. 2 ardıcıl tək natural ədədin cəmi 68-dir. Bu ədədlərin kiçiyini tapın. Tək ədədlər 2n plus 1, 2n, daha doğrusu 2n minus 1 və 2n plus 1-i nümunə göstərmək olar. 2n cüt ədəddir. 2n minus 1 daha dəqiq yazılış olar. Ya da adi qayda 68-i, məsələn, qapalı sualda 2-yə bölün 34, ondan əvvəlki 33, sonra 2, 35-dir. 33 və 35 ardıcıl tək ədədlərdir, cəmi də 68-dir. Bu ikisinin cəmidir 68-dir. Toplayanda uşaqlar bunlar gedir 4n 68-ə, n bərabər 17-yə. Birinizdə qoysaz yerinə 2-ni 17-yə vurub 1 çıxsa 33, 2-ni 17-yə vurub 1 üstə gəlsə 35 edir. Kiçik istəyir 33, o da C variantı. İkinci sualda diqqət yetirin. Bizə deyir ki, x plus y-i tapın. Tərəf-tərəfə toplasaq 6x, 6y eləyir, 8y eləyir. O yox. Tərəf-tərəfə çıxsaq mənfi 2x üstə gəl 2y tapırıq, fərqi tapırıq, o da bir şey deyil. Gəlin belə eləyək. Fikirləşirəm, daha rahat yol varmı? Belə toplamaya da əvəz etmək. Yuxarını gəlin hər iki tərəf, hər tərəfini mənfi 2-yə vuraq. Adətən belə suallar o cür qoyulur ki, tərəf-tərəfə toplayan kimi nəzərən kimi cavab alınsın. Bunlar gedir. Mənfi 7y mənfi 35-ə, y bərabərdir 5-ə. Aparıb ikincidə qoysam yerinə 4x üstə gəl 3y, yəni 3 vuraq 5, 15. 15-dir, 4x 0-a, x bərabərdir 0-a. X 0, y 5, cəmləri 5 eləyir, o da D variantı yoldaşlar. Üçüncü sual. Məktəb olimpiyadasında 200 oğlan, 300 qız iştirak edir. Qızlar bütün şagirdlərin neçə faizdir? Qızların bütün şagirdlər, yəni 500 nəfərə nisbəti vurulsun 100%. Bunlar gedir. 100-ün 5-də 3 hissəsi 60% edir, o da D variantı yoldaşlar.
Dördüncüdə kubun tilini 2 dəfə artırsaq həcmi 26 kub santimetr artar. Diqqət yetirək. Baxın. Til əvvəlcə A idisə A kubu eləyəcək. Sonradan bunu 2 dəfə artıranda 2A kubu eləyir 8A kubu. Belə olan halda deyir 56 vahid artıb. Yəni A kubu plus 56 8A kubudur. Ya da aradakı fərq 7A kubu 56-dır. Belə deyə bilərsiniz. 7A kubu 56-ya A kubu 8-ə A bərabərdir 2-yə. Bu kubun tam səthinin sahəsi. Əvvəlki kubdan gedir də söhbət. Tam səthinin sahəsi kubun 600-ü var. Bir üzü kvadrat olduğu üçün A kvadrat, 600 olduğu üçün 6A kvadrat tapmalıyıq. Bir üzün kvadratı sahəsi 4, 6-ya vurdum 24 eləyəcək. Doğru cavab B variantı uşaqlar. 5-ci sual sadədir. 12-ni 4B vurulsun 3 kimi yaza bilərik. Hər ikisində 4B var, çıxardıram. Birincidə x, ikincidə 3 qalır. 4B vurulsun x minus 3. O da E variantı. 6-cı sualda. Kök altında. Baxın, kökdən çıxartmaq lazımdır uşaqlar. 75-i yazaram 25 vur 3. X kubunu yazaram x kvadrat vur x. Y üstü altını yazaram x kubunun kvadratı. 25-dən 5 çıxır modulda. X kvadratından x çıxır. Y kubunun kvadratından bu çıxır. Kökün altında qalır 3x. Baxın, x müsbətdir deyə 3x da müsbətdir. Heç bir problemimiz yoxdur. Müsbət ədəddən olduğu kimi mənfi ədədin kubu mənfidir. Ona görə onun modulundan əksi çıxır. Qarşıya mənfi atıram. 5x y-in kubu. Mənfi 5x y-in kubu kök 6 3x. O da Y variantı. 7-ci suala deyir, x bərabərdir 2 olduqda qiyməti tapın. X-in yerinə 2 qoyuram. 3 vuraq 2 üstə gəl 2, 6 plus 2, o da eləyir 8. Doğru cavab olacaq B variantı. 8-cidə radius 28 olan çevrənin mərkəzindən 16 cm məsafədəki nöqtənin çevrənin nöqtələrinə qədər olan ən böyük məsafə. Çevrə xaricindəki nöqtədən çevrənin üzərindəki ən uzaq nöqtəyə qədər məsafə 3 məsafə anlaşılır. Ən yaxın budur. Mərkəzə qədər məsafə budur. Ən uzaq isə mərkəzdən keçmək şərti ilə, bax bu AB məsafəsidir. Radius deyir 28-dir. Çevrənin mərkəzindən 16 cm məsafədədir. Necə olur uşaqlar bu? Aydındır. Çevrənin mərkəzindən 16 cm məsafədəki nöqtə radius 28-dirsə, deməli bu nöqtə çevrənin daxilindədir yoldaşlar. Diqqət elədik. Çevrənin mərkəzindən 16 cm məsafədə. Buradan bura yoldaşlar 28-dirsə, haradasa A nöqtəsi deyək həmin nöqtəyə, buradadır. Mərkəzdən 16 cm məsafədədir. Uşaqlar, buradan xətti uzadıram əks tərəfə. Baxın. A nöqtəsinin çevrənin üzərindəki hər hansı nöqtəyə qədər 2 cür məsafə var. Buradan bura və buradan bura. 28-dən 16 çıxıram. A nöqtəsindən çevrə üzərindəki ən yaxın məsafə 12-dir. Ən uzaq məsafə 16 bura, 28 bura. Toplamımız neçə olacaq? 44 yoldaşlar. Doğru cavab C variantı. Diqqətli olaq. 9-da deyir, A ilə B-nin elementlərinin, birləşmənin elementlərinin sayı. Venn diaqramı quraq. Ortaqlar -12-dir. 4-dür, 9-dur. -5 A-da var, B-də yoxdur. Deməli, -2 A-da var, B-də yoxdur. B-də isə -2, 4, 9 ortaq, 11. Birləşmənin elementlərinin sayı deyəndə 1, 2, 3, 4, 5, 6 dənədir. Kəsişmənin elementləri 3 dənədir. Cəmi 9, o da Y variantı yoldaşlar. X üstə gəl 10-da 5 bərabərdir. 0 tam dövrdə 7 uşaqlar. Saf deməli dövr onluq kəsirdir. 9-da 7 kimi yazılır. 9-da 7 çıx 10-da 5. Ortaq məxrəc 9 10-a 90-da hər tərəfi 10-a, hər tərəfi 9-a vururam. İstəsəm ixtisar aparıb 2-də 1 də yaza bilərdim. O da problem deyil. 90-da 70 çıxaq 45. 90-da yoldaşlar 25. 5-ə ixtisar aparsaz 18-də 5 qalır. Doğru cavab A variantı. On birinci sual. Mötərizəsiz olanlarda kvadrat çöldə qalır. 6-nın kvadratı 36 əksi. -1-i 14 dəfə özünə vuranda 1.
Mənfi 4-ün kubu mənfi 64 eləyir. Mənfiləri toplayanda mənfi üstə 1 gələndə mənfi 99 eləyir. B variantı. 12-ci sualda yoldaşlar. Çevrənin tənliyindən gedir söhbət. X x'nın kvadratı. Y sıx B-nin kvadratı bərabər radiusun kvadratına. Baxın, x kvadrat çıx 6x. Y kvadrat üstə gəl 12 çıx bərabər 0. İndi diqqətlə mənə qulaq asın. Baxın, bu tam kvadrat olması üçün 3-cü hədd çatmır. Düşünürəm. X-i nəyə vurub 2-yə vuranda 6x eləyir. Yəni 6x-i 2-yə bölürəm 3. 3-ün kvadratı 9. Üstə 9 gəlib 9 çıxıram. Düşünürəm. Nəyi kvadratı hasilinin 2 misli 4y eləyir. 4y 2-yə bölürəm 2. Y də burada. Birincinin kvadratı hasilinin 2 misli. İkincinin kvadratı 4. Üstə gəlib çıxıram. Baxın. Bu üçü mənə bunu verir. Bu üçü mənə bunu verir. Kənarda qalanlar mənfi 9, mənfi 4, mənfi 12-dir. Bunların cəmsi də mənfi 25 eləyir. Sağa keçirsəm müsbət 25. Bu yazılışda bilirik ki, tənlikdə sağda yazılan sərbəst hədd radiusun kvadratıdır. Radiusun kvadratı 25-dir, özü 5-dir. Doğru cavab C variantı. 13-cü sualda 79 daxildir yoldaşlar, 122 daxil deyil, yəni 79-dan 121-ə qədər. Bərabərsizliyi ödəyən natural ədədlərdən ən böyüklə ən kiçiyin cəmi. Ən böyüyü 121, ən kiçiyi 79-dur, cəmi 200 eləyəcək yoldaşlar. Doğru cavab C variantı. 14-də düzbucaqlı üçbucaqda katetlər 16 və 8-dir. 8 və 16. Sahəsi. Baxın, belə olanda elin uzunluğuna vurmursunuz. Bu da tam yarısı olduğu üçün 2-yə böləcəksiniz. 8 vuraq 16 bölü 2. O deyir 64. Doğru cavab E variantı yoldaşlar. 15-ci sual. Taxıl üydüllükdə kütləsinin 5-də 3 hissəsi qədər un alınır. Deməli, taxılın 5-ə bölüb 3-ə vuranda belə deyək un alınır. Bizə deyir 480 kiloqram un almaq üçün nə qədər taxıl götürmək lazımdır? Nəyi 5-ə bölüb 3-ə vuran 480 edir? Bunu tapmaq üçün əksinə 480 3-ə bölüb 5-ə vururam. 3-ə böləndə 160, 5-ə vuranda eləyəcək 800. Doğru cavab A variantı yoldaşlar. 16-cı sual. Uğurun 10 yaşı var. Atasının isə 31 yaşı var. Neçə ildən sonra? Neçə il sonra bilmirəm, ona görə 10 üstə gəl x, 31 üstə gəl x yazıram. Bundan əvvəl ata uşağının 4 dəfə böyük idi. Hə, əvvəl deyir yoldaşlar. Neçə il sonra olsaydı əgər üzərinə gələrdim. Neçə il əvvəl deyirsə, illər əvvəl onların yaşları az idi axı. Ona görə çıxmalıyam. Atanın yaşı 31 minus x, övladın yaşı 10 minus x-dan 4 dəfə böyükdir. 31 minus x bərabər oxlarla vurub açıram. 40 çıxılsın 4x. Bu yana keçir. Mənfi x üstə gəl 4x bərabər 40 çıx 31. 3x 9-a, x bərabər 3-ə. Deyir ki, neçə il sonra? 3 il sonra yoldaşlar. 17-ci sual. Belə bir şəkil verib yoldaşlar. Mən səliqəsi çəkə bilərəm, üzrü sayın. Deyir, rombun diagonalları kəsişibdir. AO 6-dır. Bilirik ki, kəsişəndə yarıya bölünür uşaqlar. AO 6-dırsa, OC də 6-dır. BO 8, OD də 8-dir. Perimetr istəyir. Pifaqordan istifadə ilə 6, 8 kvadratları cəmi bizə 10-un kvadratını verir. Tərəfi 10 olan rombun bütün tərəfləri bərabər olduğu üçün perimetri 40 olacaqdır. 18. M ədədinin standart şəkildə yazılışında 7 olarsa, tərtib 7 olarsa demək istəyir uşaqlar. Yəni 10 üstü 7-dir. 0-dan 1000-də 1 vur M ədədinin tərtibi. Yəni bunu 1000-də 1-ə vuranda nə baş verər? 1000-də 1 uşaqlar 10'un kubunun tərsidir. Yəni 10 üstü mənfi 3 yazacağım ona görə. Buranda da 10 üstü 4 eləyir. Bunun tərtibi isə 4-ə bərabərdir. 19. Hər tərəfi 2-yə də vura bilərsiniz. Belə də eləyə bilərsiniz. Hər tərəfi istəyirsə 12-yə vurun. Baxın görün, necə rahatdırsa. Gəlin buna 1x deyək. Nəyi 2-yə böləndə x eləyir uşaqlar? 2x. Nəyi 4-ə böləndə x eləyir? 4x. Nəyi 6-ya böləndə x eləyir? 6x. Hasilləri 2x, 4x, 6x, 384-dür. Vurub atsanız əgər 48x kubu 384-də
X kubu 8-ə bərabərdir. Düzdürmü yoldaşlar? Deməli x 2-dir. A, B, C cəmi bərabərdir. 2x, 4x, 6x, cəmi 12x-dir. 12-ni 2-yə vururam, nəticə eləyir 24. 20-ci sual yoldaşlar. 5, 11, 11, x, y, 16, 17, 19. Natural ədədləri artan sırayla düzülüb. Bu sıranın medianı 14 olarsa. Yoldaşlar, median burada olan 2 ədədin cüt saydadırsa, tən ortada yanan 2 ədədin cəmli yarısıdır. Və medianda bilirik ki, əsas şərt ardıcıl düzülmədir. Məsələn, bir dənə ədəd qalsaydı ortada median ilə həmin ədəd idi. Amma kənardakıları lorul dediyim atanda birini buradan, birini buradan, birini buradan, birini buradan, birini buradan, birini buradan atanda ikisi tək qalır. Bu zaman deməli median onların cəmli yarısıdır. Əgər bir ədəd qalsa elə həmin ədədin özünə bərabərdir. Deyir, bu sıranın deyir, medianı 14-dür. X, Y hasilinin ən böyük qiyməti. Uşaqlar, artan sırayla düzüldüyü üçün burada olan ədədlər sol tərəfdən 11 özü ola bilər. 11 özü ola bilər. X və Y. 11 ola bilərlər. Bu tərəfdən də 16 ola bilərlər. Məsələn, 10 olsa sıra pozulur. Axı burada da qeyd edilib artan sıranın düzdüyünü. 19 olsa sıra pozulur. Toplayanda 28 olan və bu ədədlər arasında yerləşən ədədlər. 11 qoysam x-a, məsələn, cədvəl tərtib eləyək. Toplayanda 28 olması üçün bu 17 olmalıdır. Sıra pozulur, olmaz. 12 qoysam 16 olur, olar. 13 qoysam 15 olur, olar. 14 qoysam 14 olur, olar. Deməli 15 qoysam 13 olur, olmaz, sıra pozulur. Deməli bunun 3 cüt ədəd alındı. X, Y hasilində ən böyük qiymət alması üçün, ümumiyyətlə cəmin hasilinin ən böyük qiymət alması üçün vuruqlar bir-birinə bərabər olmalıdır cəmi verilən ədədlərdə. 14-ü 14-ə vurdum, 196 eləyir. 21-ci suala gələk. Deyir, oturacağı asi olan ABC bərabər yanlı üçbucağında BD mediandır. Uşaqlar, bərabər yanlı üçbucaqda sizə Neskafiyə qayda istəmişəm. Təpədən çəkilən həm median, həm hündürlük, həm də nədir? Tən böləndir. Deyir, perimetrləri uyğun olaraq, baxın, bura A, bura A, bura B, bura B deyirəm. ABC-nin perimetri, yəni 2A üstə gəl 2B 46-ya, A plus B uşaqlar 23-ə bərabərdir. ABD-nin perimetri, yəni buradakının perimetri A üstə gəl, B üstə gəl, X 40-dır deyir. A plus deyir ki, uşaqlar A plus B 23-dür. 23-ün üstənə gələndə 40 eləyir 17. Deməli, BD medianımız 17-dir. Belə bir deməli, məsələ verir. Deyir, 3 müxtəlif binanın hər birinin birinci mərtəbəsinin hündürlüyü 4, digər mərtəbələrin hündürlüyü 3 metrdir. Bu binaların hündürlükləri 8, 11, 14 ilə mütənasibdir və hündürlükləri cəmi 66-dır. Cəmi 33x 66-ya, x bərabərdir yoldaşlar 2-yə. Deməli, uzunluqları 16, 22 və 28-dir. Ən hündürlüyün deyir, bina neçə mərtəbəlidir? Uşaqlar, baxın, 28-dən 4 çıxıram, 24 qalır. Bu birinci mərtəbədir. 24 metrdə hər mərtəbə, yəni baxın şəkildə qeyd edilibdir. Baxın burada. 3 metrdir. 3-ə bölürəm eləyir 8. 8 dənə mərtəbə 3 metrlikdir. Bir dənə də birinci mərtəbə 4 metrlikdir. Deməli, toplamda 9 mərtəbəli binadır. Bu qədər. Qarşılıqlı bucaqlar deyir. Bilirik ki, qonşu bucaqların cəmi 180, qarşılıqlı bucaqlar isə bərabərdir. Gəlin ikisine də bir alfa beta'ya bərabərdir. Hər ikisinə x deyək. Alfanın ölçüsünü deyir 10% alsaq. Yəni 0,9x olsa, beta'nı isə 60% artırsaq. Yəni 1,6x olsa uşaqlar. Qonşu bucaqlar, yəni cəmi 180 olur. 2,5x 180-ə, x bərabərdir 180 bölü 2,5-ə. 2,5-ə bölmək əkisinə 5-də 2-yə vurmaq deməkdir yoldaşlar. Bundan bu gedir 36, 2-yə də vurdunuz 72. Deməli, alfa da, beta da 72-dir. Alfa plus beta olacaq 144. 24-də yoldaşlar. Qutuda eyni formalı 16 ağ, 5 qara və x sayda qırmızı kürə var. Qutudan təsadüfən bir kürə çıxarılır. Çıxarılmış kürənin qırmızı olma ehtimalı
Məxrəcdə bütün saylar, yəni 21 plus x, yuxarıda qırmızı x bərabərdir 10-da 3-ə. Çarpaz vurun yoldaşlar. 10x bərabər 63 üstə gəl 3x. 7x 63-ə, x bərabərdir 9-a. Qutuda neçə qırmızı kürəcik var? 9 dənə. Gələk 25-ə. Ümumiyyətlə, düzbucaqlı içbucağın daxilində bir hündürlük çəkiləndə ya da bu cür hallarda əlavə düzbucaqlı içbucaq yaradılıbsa, ya bu cür ya da ipətomuzdan çəkilən hündürlüklə. Onlar oxşar olur. Niyə görə? Baxın, bura alfa deyirəm, bura beta deyirəm. Böyük bucağa baxın. Böyük bucaqda da bu bucaq 90-dır. Bu bucaq alfadırsa, deməli bura olmalıdır beta. Ki, daxili bucaqlar 180 olsun. D-yə 3-dür yoldaşlar. A-yə 5-dir. Həmin dəqiqə Pifaqorla hesablayıram, bura 4-dür. B-sə 7, onda 5. A-D 4-dür, yox heç. Özü də verib 5, nə gözəl. D-sə x-dir. Bizdən D-sini istəyir. Yoldaşlar, baxın. 7, onda 5. Böyük bucaqda alfanın qabağında dayanan tərəfdir. Kiçikdə alfanın qabağında dayanan 3-dür. Böyüyün ipetomuzu 5. Daha doğrusu, böyüyün ipetomuzu x plus 4. X plus 4. Kiçiyin ipetomuzu da 5'dir. Çarpaz vura bilərsiniz. Ya da, baxın, bununla bunu ixtisar aparsam, 2,5 qalır. Çarpaz vuranda x plus 4. 12,5'ə, x bərabərdir 8,5'ə. Növbəti video 2025 olacaq. Bunu saxlayın, birləşdirim, atıram YouTube'a.